Özünü məndən nihan etmək dilərsən, etmə gil. Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gil. Yandırırsan könlümü eşqində, məlum oldu kim, anı rüsvayı cahan etmək dilərsən, etmə gil. Çünki eşqin məskənidir könlümün viranəsi, həsrətani məkan etmək dilərsən, etmə gil. Çün yəqin bildi nəsimi eşqini oldu ғəni, ol yəqini sən güman etmək dilərsən, etmə gil. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Usikum və nəfsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bismillahirrahmanirrahim. Bihi nəstəin xeyrün nasirin və mu'in. Və eşq yolunda özün fani fillah eləyən qardaşımız barəsində danışacağıq. Quran ayəsi ilə demək istəyirəm. Hər kəs dünyanı öz şəklinə salır. Bizim dilimizdə də o ayə belədir. Hər kəs dünyanı öz şəklinə salır. Kullun ya'malu ala şakiləti. Mən gördüm ki, Hacı Şahinin öz şəklinə saldığı dünya doğrudan da gözəldir. Mərdliklərlə dolu. Allah öz süfrəsinin onun üçün açan anda biz onu itirdik. Hacı Şahin mənim şəxs olaraq formalaşmamda böyük bir rol oynayıb. Mən o günləri xatırlayanda, yəni onlar mənim ən şad günlərim olub. Mən uşaqlıqda çox qonaq getmişəm onlara. Oğlu ilə çox yaxşı münasibətdəyəm və uşaqlıqda onlara qonaq gedəndə həmişə mənə görəndə mənlə özü oturub danışmışdı, söhbət eləmişdi, bəzi tövsiyələr vermişdi. Məsəl üçün, uşaqlıqda mənlə Hüseyin çox materialistik şeylərdən biraz çox xoşumuza gəlmişdi və Hacı Şahin həmişə də bizə başa salmışdı ki, həyatda daha ondan önəmli şeylər var. Hacı Şahinlə mənim tanışdığım düzdür. Televiziya verilişində biz tanış olmuşduq. Ondan sonra bizim ünsiyyətimiz olub. Həm verilişdə, həm verilişlərdən kənar, tədbirlərdə. Mənim diqqətimi ən çox cəlb edən Hacıda olan o daxili mədəniyyət olub. Mədəniyyət ayrı bir şeydir, daxili mədəniyyət ayrı bir şeydir. Hacıda məhz daxili mədəniyyət vardı, yəni o onun içində idi. Və hara gedirdisə o daxili mədəniyyət onun üzərində gedirdi. Hacı təvəzzökarıdır. Oradan belə o öz populyarlığından heç vaxt istifadə eləmədi. Və onun özəlliyi də nədən ibarət idi? Mən çox Hacının moizələrinə də, hədislərinə də, cümə xutbələrinə də qulaq asanda orada bir incə bir məqam var. O heç vaxt qorxu üzərindən danışmırdı. Yəni dini qorxu ilə təbliğ eləmirdi. Dini stres üzərindən təbliğ eləmirdi. Daha çox Hacıda ümid vardı. Çox da görməsəm Hacını həyatda, yenə də hər dəfə onunla görüşəndə, uzaqdan da görsəm belə özümə doğma bir insan kimi tanımışam Hacını. Çünki o bu hörməti, bu
yanaşmanı özü addım-addım özünə yaradıb. Nə yalan deyim, mən dinləyəndə internetdə çox vaxtı, çünki həci burada olan dövr zamanı biraz uşaq idim, dərk eləmirdim, anlamırdım, məscidə elə də çox getmirdim. Amma indiki videolarına baxıram, dinləyəndə həcini elə bil ruhuma bir aram gəlir, çünki həqiqətən də onu dinləmək insana xoşdur. Və bir gün azad yaşamaq mənim üçün 100 il qul yaşamaqdan çox-çox gözəldir. Heç vaxtı öz azadlığımı kiməsə qul olmağa dəyişə bilmərəm. Bu armağanımızdır. Padşahın bizə bu mənaları damla-damla qandırırdı. Mən söhbətlərinə qulaq asanda əvvəldən tənqidi yanaşardım ona. Sonra başladım, gördüm ki, Allah padşahından ötürü irfani qapıları açıb və ehsan verir. Hətta ətrafdakı qız gəlinlərə dedim ki, bu hacıya qulaq asın. Heç kəsin bacarmadığı kimi xırdalayırdı mənaları və bu ürəkdən tikan çıxardan mənalar bu günləri çoxlarının mənəvi aləminə zinət verib və biz gördük ki, Şahin kimilərin sayəsində cavan uşaqlarımız gəldi, yetişdi. Həzrət Abbas ağanın, Əli Əkbərin, Qasımın özünə nümunəliyin seçdilər və getdilər öz şirin canların Azərbaycan adında dediyim gözələ hədiyyə elədilər. Bizim həyatımız bu vərəsəliyi davam eləməkdir. İnsana qarşı elə mehriban davranan bir insan idi ki, yəni insan elə düşünürdü ki, məndən daha çox heç kimi istəmir. İnsana elə diqqət ayırırdı ki, elə məhəbbətlə davranırdı ki, yəni sözlə ifadə eləmək olmur. Necə minbərdə görürdüsə hacını, evdə də dostların arasında, ailəsinin yanında eyni idi. Elə mehriban davranırdı, elə gülərüz. Yəni minbərdə necə görürdüsə, elə ailəsinin yanında da eyni idi. Hacı hamıya qarşı çox diqqətli idi. Misal üçün, sən bir işlə məşğulsansa, onu soruşardı, maraqlanardı hər dəfə, diqqət ayırardı hamıya bir-bir. Yəni, həm də elə mehriban davranardı ki, insan yəni, məst olurdu o mehribanlığa. Yəni, bəzən də insan deyirdi ki, mən bu qədər məhəbbətə layiqəmmi? Yəni, elə. Mən deməzdim ki, onu tək dini cəmiyə, xeyr, onu dini, dünyəvi, bütün cəmiyyələr məhz hacıda birləşirdilər və onlar bir, belə deyək də, nöqtədə birləşə bilirdilər. Yəni, deyək ki, ola bilər dini inancı üst-üstə düşməsin, deyirdi, yaxşı ziyalıdır, yaxşı insandır. Dini inancı üst-üstə düşən deyirdi ki, ustaddır. Yəni, bütün təbəqələr onu qəbul edirdi. Niyə? Çünki o maarifçi kimi də hacı radikal deyildi. Hacı dəyərlərə söykənib, dini dəyərləri cəmiyyətə aşılayırdı. Və nitqi axıcı, sakit idi. Ona görə o terapiya effekti verirdi. Bəli, hacı dini psixologiyanı gözəl bilirdi. Uşaqlıqdan həkim həmişə böyük bir rol oynayıb. Həmişə gedib qulaq asmışıq. Uşaq da olsaydım, nəsə çalışırdım, başa düşüm, nəsə dərk eləyim. Həcim həmişə mən bir dənə şey bilirdim ki, həyatı çox sadə başa salırdı hər şey. Yəni onu çətin eləmirdi. Rahat gəlirdi adama, yəni onun başa salmaları çox rahat idi. Hər xalqın oğlu onun mənəviyyat xəzinəsinin zinətidir. Və bu zinətlər ki, bugünkü gündə padşahınla zinətlənib, get-gedə duruşu elə olacaq ki, heç vaxt əyilməyəcək. Bizim şəhidlərimizin gedən yoluna ehtiramı biz həmişə qoruyub saxlayacaq. Mübarizlər, sonra Pəncəlilər bütün gözəllik və mərdliyin nümunələridir. Dünya bunlarla gözəldir. Yoxsa heç bir gözəllikdən danışmağa dəyməz. Həcini dinləmək, onun janrı, danışmaq stili, adamı cəlb eləməyi bir başqadır. Ona görə onu dinləyəndə bir xoş oluram, rahat oluram və rahat saatlarla dinləyə bilərəm onun videolarını, xutbələrini. Daha çox
Əhl-i Beytə bağlı olan mövzular mənə maraqlıdır. Çünki özüm elə də çox bilmirəm dərinliklərini, amma həcci danışanda onu elə açıqlayır ki, elə danışır ki, insan həm başa düşür onu, çünki sadə dildə danışır, həm də ki, o yadda qalır. Sonra da istifadə eləmək olur onu. Bir müzakirələrdə, söhbətlərdə rahat şəkildə istifadə eləmək olar onun danışdıqlarını. Yəni dini psixologiya üzərindən insanların mənəvi tarazlığın qorunması istiqamətində onun böyük çıxışları olub və Hacı kifayət qədər insanların həyatına müsbət təsir göstərir. Bunu danmaq olmaz. Yəni bugün mən özüm də qulaq asanda və görürəm ki, bəli, yəni bu insan insanlara yaxşı mənada təsir göstərə bilir. Hər insan təsir göstərə bilər, ancaq dəyər üzərindən, sahə üzərindən bu başqa bir potensialdır, başqa bir bacarıqdır. O hacıda vardır. Və mən düşünürəm ki, onun yeri hər zaman görünəcək. Olacaq yaxşı din xadimləri, olacaq yaxşı ruhanilərimiz. Ancaq Hacı Şahin dəstixətti hər zaman qalacaq. Çünki o bir dəfə oldu, gəldi, getdi. Yəni o dəstixət hər zaman qalacaq. Mən futbola olan sevgim həmişə uşaqlıqdan olub. Amma yenə də həcci məclislərdə futboldan danışanda futbola məhəbbətim daha biraz yüksəldi. Çünki yəni belə bir motivasiya idi mənim üçün futbolçu olmaq. Çünki bilmişdim ki, Həcci kimi şəxs də futbolla çox maraqlanır, baxır, yəni ona görə ilk olaraq yəni özümün bir arzusu idi futbolçu olmaq, amma Həcci futboldan danışandan sonra mənə daha bir çox motivasiya gəldi ki, futbolçu olum. Çünki istəyərdim ki, Həcci məndən fəxr eləsin. Bu yolu ki, Hacı Şahin keçdi, o bütün yolu hamar elədi. Və hər kəs də bu yolda gedəndə imamın dalıcan, onun ləpirinin dalıcan gedirsə, Hacı Şahini özünə örnək seçsə, Əli ilə rastlaşacaq, Həsənlə rastlaşacaq, Hüseynlə rastlaşacaq. Peyğəmbər bargahında özün görəcək ki, ya Muhammed Mustafa, biz elədiyimiz əhdə əməl elədik inşallah Teala. Allah bizi Peyğəmbər salavatlarının yanında, Əhl-i Beytin yanında və öz yanında üzəyə qərar versin inşallah Teala. Mənəvi rəhbər idi mənə. Rəhbər idi bir söz olaraq. Çünki bu yolu uşaqlıqdan mənə şəxsən o yolu o göstərib. O öyrədib. Yəni ümumiyyətcə Hacı ilə hər an gözəldir, hər an xoşdur. Yəni fərqi yoxdur bayramda, məsciddə və yaxud başqa bir yerdə fərqi yoxdur. Hər yer fərqli də olsa, amma Hacının o məhəbbəti, o gözəl anlar hamısı möhtəşəm idi. Yəni Hacı ilə misal üçün bayramlarda Hacı çıxardı, bir kəlmə söz deyərdi, təbrik eləyərdi. Onun təbriki də çox əzizdir. Həcci Şahinin mövzularından ən çox xoşuma gələn mövzu adamın təkcə müsəlman yox, bir də insan olmaq idi. Bir yaxşı insan olmalısan. O, onunla bərabər bizə həmişə Əhl-i Beyti öyrədib bizə, İmam Hüseynin yolunu göstərib. Cavanlara böyük kişiyi öyrədib. Biz həmişə böyüklərə kömək eləməliyik. Hər şeyi bizə başa salmışdı və biz də onu necə bizə başa salıbsa, biz də həmişə ömrümüzün axırına kimi çalışacaq ki, elə yaşayaq. Hacı Şahin özü idi. Mən o xütbələrə də baxıram. O oynamırdı. O özü idi. Yəni onun özəlliyi də ondan ibarət idi ki, Hacı özü idi. O necə var elə idi. Bəli, o terapiya effekti yaradırdı. Əgər o rol oynasaydı, əgər o rola girsəydi, uzun vədədə o rolda qala bilməzdi. O heç vaxt oynamadı. Nə publikaya oynadı, nə kameraya oynadı, o özü idi. İndi ona bilmirəm, nə deyirlər, ilahi vergi deyirlər, Allah Taala'nın vergisi deyirlər, nə ad qoyursunuzsa qoyun, o onun içində idi. Mən düşünmürəm ki, Hacı hansısa bir çıxışda
ola bilər məzmuna baxsın. Bu ictimaiyyət arasında çıxır insanların. Çünki ölçülü biçili danışırdı. Elə də olmalıdır. Ancaq digər onun bədən dili, jestləri özü idi. Bu düşünmürdü ki, burada bu jestdən istifadə edərəm, burada bu bədəndə yox. Məzmuna baxa bilərdi, bu normal bir şeydir. Ancaq digər özü idi. Elə cəlb edirdi ki, adam darıxmırdı. Yəni çox da olsa, uzun da olsa o məclislər onları elə çatdırırdı ki, cəmaata, mənə şəxsən ki, çox xoş olurdu mənə və orada indi mən gedəndə öz ətrafımla otururdum orada və Hacı onu elə yaratmışdı ki, hamı indi öz yaş bölməsində də biri böyük, biri kiçik, hamısı mehriban, biri-birinə əl tutub, o da hamısı mənim fikrimcə Həcin sayəsində olub, öz mehriban davranışları ilə. Ona görə ancaq xoş təəssüratlar xatırlayıram o məclislərdən. Bir dəfə parkda olmuşam mən öz dostlarımla, öz uşaqlarımla və biz gedirdik artıq evimizə, gec idi. Həcı də öz ətrafı ilə durub söhbət eləyirdi və mənim yadımdadır ki, mən oradan keçdim, məni gördü, o boyda kişinin içində hamını qoyub mənə yaxınlaşdı. Çünki o dövrdə biraz çətin vaxtlarım idi. Mənə yaxınlaşdı, hamının içində öpdü, qucaqladı, xoş sözlər dedi və belə yola saldı məni oradan. Ona görə ancaq mehriban, xoş xatirələr xatırlayıram. Həcini həmişə məclislərdə görəndə, həmişə məndən özü soruşmuşdu, necə gedir məşqlər, necə gedir futbol. Bu mənə çox xoş təəssürat yaradırdı. Həcı Şahin ki olaraq mənim ata kimi idi. Həyatımda çətin dönəm olanda həmişə Həcinin möcüzələrinə qulaq asıram. O bir melodiya idi. Yəni o nitq o insanların birbaşa şuur altısına gedən yolu təmizləyən bir nitq idi. Onun üzərindən bəli, müxtəlif, yəni də deyirəm, xutbələr, hədislər və s. dini rəvayətlər söylənilirdi. Yəni o onun içində idi. Hacı Şahin insana məna axtarışında kömək edirdi. Yenə də deyirəm, adam olar zərərli vərdişi olacaq. Ona bir məna lazımdır ki, ora söykənib, o zərərli vərdişdən qurtulsun. Adam var, hansı bir günahı olacaq. Bir dayaq axtarır, bir məna axtarır ki, ora söykənib, həyatını yenidən qursun. Hacı o mənanı ötürə bilirdi. Yəni biz bunu cəmiyyətdə müxtəlif kateqoriyadan olan insanlar üzərindən bunu deyə bilərik. İnsanın da hansı bir yanlışı var. O hacının o çıxışlarında o mənanı tapırdı. Hacı o mənanı ötürə bilirdi. Bəli, bəzən dinin üzərindən, bəzən dəyər üzərindən, insanlıq üzərindən, tutaq ki, onun ailə dəyərləri üzərində elə çıxışları var ki, orada din bəlkə də 10%-dir, 15%-dir. Orada dəyər öndədir. Onun valideyn-övlad münasibəti ilə bağlı çıxışları var ki, dəyər orada daha çox faizlə təmsil olunur, nəinki dinin özü. Və elə onun çıxışları var ki, orada sırf adət-ənənə daha çox öndədir. Milli kimlik, dini kimlik, milli identiklik, şəxsiyyətlə bağlı, şəxsiyyətin identikliyi ilə bağlı o kifayət qədər bu kimi məqamlara çox belə incə, gözəl, məzmunlu şəkildə toxunur. Bəlkə də mənim bildiklərimin 95%-ni elə o öyrədib. Amma əsas onu öyrədib ki, insan gərək həmişə qəlbini pak saxlasın. İnsan gərək elə yaşasın ki, qəlbinə saxta sevgililəri buraxmasın. Əsl sevgini heç vaxt unutmasın. Bunu öyrədir. Əsasən sevgini. Və biz qalib olan bir xalqın nümayəndələriyik. Qalib olan bir xalqın oğullarıyıq. Və bu qalibiyyət padşahının nəfəsi ilə, padşahın kimilərin, Ağa Rəşid kimilərin, Ramil kimilərin,
Məsələn, çox oğlanlar ki, adları bu dəqiqə yadımda yoxdur, get-gedə məndə zəifləmə gedir yaddaşda. Amma siz baxırsınız, görürsünüz onların danışıqlarını, eşidirsiniz ki, Allahdan arzum budur, onlara can sağlığı versin. Allahdan arzum budur, onlar müvəffəq olsunlar öz işlərlərində, armanlarında. Birləşmiş Ərəb Əmirliklərində ali təhsil alıram. Hər dərsimi də oxuyuram, ibadətimi də eləyirəm. Bu yolu da ki, bizə ən başına Həcc Şahin özü öyrədib. Mən insanlara çalışardım ki, çatdırım ki, Həcc Şahin çox bir böyük insan olub. Mən biraz heyecanlıyam, o da ki, niyə görə? Çünki Həcc haqqında, Həcc Şahin haqqında danışmaq çox belə böyük bir məsuliyyətdir. Mən xoşbəxt insanam ki, Həcc Şahini görmüşəm. Mən xoşbəxt insanam ki, Həcc Şahini canlı dinləmişəm. Həcc Şahin çox böyük bir ustad və müəllimdir. Təəssüf ki, bugün bizim yanımızda deyil, amma mənəvi olaraq o həmişə öz yanımda hiss edirəm. Baxın, burada gənc həmişə axtarışda olan bir yaş qrupudur, gənclik və biraz da üsyankar olurlar. Hacının çıxışlarında üsyankarlığı yox idi. Gənclər onu çox sevirdi. Gənclər həqiqətən də hər bir xalqın, dövlətin gələcəyinin qurucusudur. Gənclərin hansı istiqamətdə inkişaf etməsi dövlətin taleyinə təsir göstərir. Milli dəyərlərimizə bağlı olan gəncliyə ehtiyac var. Həmişə nikbin yanaşmışam və bu qədər yad təsirlər, bu qədər gəncliyin hədəfə alınması gənclərimizin özünü qorumasına, kimliyini qorumasına mane ola bilmədi. Hacı heç zaman radikal çıxışlar eləmirdi. Heç zaman. Qınamırdı. Ona görə gənclər onun ətrafında idi. Mən gənclərlə bağlı tədbirdə Hacı ilə bərabər olmuşuq, yer almışıq. Yəni adam radikal deyildi. Onda radikallıq yox idi. Onda anlayış var idi. Başa düşmək var idi. Anlayış göstərmək var idi və Hacıda həmişə o yol deyirlər, tövbə yolu həmişə açıq qoyurdu. Hacı anlayış üzərindən gedirdi. O gənclərin ona sevgisi də məhz o anlayışdan qaynaqlanırdı. Siz Hacı Şahin izah edirdi. Məsləhət vermirdi, nəsihət vermirdi. İzahat verirdi. Ona görə gənc yorulmurdu. Çünki gənci hər kəs görür, bir nəsihət verir, bir məsləhət verir. O, misal üçün, o şeylərdən uzaqdır. O örnəklər kimi qoyurdu. Mən hazırda Ada İnstitutunda oxuyuram, Riyaziyyat fakültəsində oxuyuram və demək istəyərdim ki, Həcinin də bu mənim qəbul olmağımda da bir rolu var idi. Nə mənada? Çünki lap əvvəlləri biraz tənbəl idim, biraz oxumaq istəmirdim, ibadət eləyirdim. Düşünürdüm ki, ibadət eləyirəm, oruç tuturam, yəni, dinə bağlı hər şey eləyirəm və bununla da bitdi. Amma Həccin xütbələrindən, Həccin danışıqlarından başa düşürdüm ki, həyat tək namaz qılmaqdan, oruç tutmaqdan ibarət deyil, həm də ki, həyatda bir məqsədin olmalıdır. O məqsəd olmasa, yaşamaq çətin olar. Ona görə dedim ki, özümü toplamalıyam, oxumalıyam, bir yerə qəbul olub, həyatda bir məqsəd qoymalıyam ki, yaşamaq da asan olsun, dinə xidmət eləmək də daha asan olsun. Bunlar da hamısı, mən deyərdim, 90%-i əlbəttə ki, valideynlərin də rolu olub, amma 50% valideynlər eləyibsə, 50%-ini də deyərdim, Həccin o videolarından, o xütbələrindən öyrəndim. Mən gördüm ki, Hacı Şahin öz arzusuna çatdı. Özü bunu deyirdi elə. Sözlərinə qulaq asırdım, gördüm, ay bala, sən niyə belə deyirsən, belə demə. Gördüm ki, yox. Hacı Şahinləri doğan analar yenə doğacaqlar. Hacı Şahinlər yenə olacaq. Yenə, necə ki, mübarizlər olacaq. Düşmən qorxurdu mübarizdən, nə üçün? Çünki bilirdi ki, biz bu mübarizdən 100 dənə, 1000 dənə, 1 milyon yetişdirsək, düşmənin evi yıxıldı. Bütün mövzələrini qulaq asandan sonra mən başa düşdüm, həqiqətən olaraq biz kimi itirmişik. Mənim fikrimcə Həcci olsaydısa biz daha da çox ondan öyrənərdik. Amma başqa tərəfdən baxanda Həcci Şahin bizdən
gedəndən sonra çoxlu adam onu əsl olaraq tanımağa başladı. Əlbəttə ki, Hacı Şahin bizlə olsaydısa, biz daha da çox ondan öyrənərdik. İndi mənim məsəl üçün çoxlu suallarım var ki, onunla müzakirə eləmək istəyərdim. Amma təəssüf ki, eləyə bilmərəm. Məsələ burasındadır ki, biz o sevgini daha çox Hacı rəhmətə gedəndən sonra məhz o dəfn törənində gördük. Hacı öz sağlığında o populyarlıqdan, o tanınmışlıqlardan heç vaxt istifadə eləmədi. Məhz onun nəticəsi idi ki, rəhmətə gedəndə ora gələn insanlar heç kim məcbur çağırmamışdı. O insanlar sevərək gəlmişdilər. O insanlar istəyərək gəlmişdilər. O insanlar düşünərək gəlmişdilər. O insanlar fikirləşiblər ki, bu bir borcdur, biz gedib iştirak edirik. O dəfn törəni o sevginin göstəricisi idi. Həm də bu onu göstərdi ki, sevgi ilə hər şeyə qalib gəlmək olar. Hacı çox gözəl yoldaşıdır. Yəni mən çox ziyarətlərə Hacı ilə birgə getmişəm. Onu deyərəm ki, Hacıdan sonra ilk ziyarətdə insan o boşluğu hiss eləyirdi ki, Hacı yoxdur. Çünki mən bütün ziyarətlərimi Hacı ilə birgə gedirdim. İlk ziyarətim idi ki, Hacı yox idi. Və mən o boşluğu hiss eləmişdim ki, bu yolu, bu ziyarəti o mənə öyrədib, o göstərib bu yolu və artıq Hacısız oralara getmək adama çox pis təsir edirdi. Amma yolda da, misal üçün, yadımdadır, uşaq idim mən, 10-11 yaşım olardı. Məşəd ziyarət, Ərəfə ziyarəti idi. İlk Məşədə getmişdik. Orada avtobus saxladı və artıq zəvvarlar hamısı düşdü ki, çamadanları götürsün, getsin qaldığı məntəqəyə. Orada mən bir anlıq etdim və gördüm ki, tanıdıqlarımdan heç kim yoxdur ətrafımda. Mən də balaca uşaq, bilmirəm neyim, oturdum bir küncdə, yəni ağlamağa başladım. Orada bir kişi var idi, məni apardı polis məntəqəsinə, orada nömrələri yığdı filan və mənə tapdılar orada, bir qardaş mənə tapdı və apardı, yəni hamı düşmüşdü, məni axtarırdı. Bütün zəvvarlar, hamısı məni axtarırdı və bir qardaş tapandan sonra apardı hamının yanına, Hacı da oradaydı. Hacı gördü ki, biz qorxmuşam, gördü ki, ağlamışam, qorxmuşam, mənə qucağına götürdü, sakitləşdirdi və oradan otelə kimi qucağında apardı mənə. Hacı Şahin çox mehriban və qayğıkeş insan idi. O uşaqlara da uşaq kimi yanaşırdı. Biz özümüz də kişi olanda həmişə ondan o diqqət görmüşük. Həcinin çox gözəl danışdığı kimi, çox zövqlü bir geyim tərzi də var idi. Ondan da başqa adamlarla danışanda o çox qəşəng gülümsüyürdü. Yumoru qəşəng olan bir insan idi. Onun yumoru çox qəşəng idi. Mən onu Mozarta oxşadırdım. Sən bizim mənəviyyat bəstəkarımız idin və bu işi də çox gözəlliklə görürdün. Öz şəklimə saldığın dünya gözəlliyi ilə, mərdliyi ilə, belə dud çörəyi ilə bizi həmişə özünə qarşı cəzb eləyəcək. Hardasa bir 7-8 il bundan qabaq olub, atamı itirdim, qəflətən oldu. Və atam da Həcı ilə yaxın dost olub, bildiyimə görə, gördüyümə görə, eşitdiyimə görə. Və elə o həmən gün, atamı itirən gün, onun dəfninə gedəndə artıq bastırırdılar. Və bir də gördüm ki, Həcı qoydu əlini çiynimə və məndən başladı söhbət eləməyə, həmin an. Söhbət elədi, sual soruşdu. Yəni özümü çox, elə bil ki, bir anda yoxsul hiss eləyirdim və Həcı gələn kimi, bilmirəm, əzəmətindənmi, mehribançılıqdanmı, özümü elə bir arxamda bir, siz demişkən, dağ hiss elədim. Bildim ki, tək deyiləm,
yəni o sınaqlardan keçə biləcəm və həcci də elə bil başlanğıcını həcci verdi. O startı həcci verdi mənə ki, yəni tək deyilsən, biz də varıq. Hər bir insan onu edə bilərdi, amma həccinin belə deyim statusuna görə, ağırlığına görə bilirdim ki, bu təsəllini hamı verə bilər. Hamı gəlib deyə bilər, yaxşı olar. Amma onu həcci deyəndə, onun ağırlığına görə bildim ki, yox, həqiqətən də onu aradan bir insan demir. Həcci deyir onu mənə. Atamın qəbrində olanda, onu dəfn eləyəndə əlini həcci çiynimə qoydu. Orada onun qəbrinə baxanda gözləyirdim ki, kimsə çiyninə qoysun, amma o adam tapılmadı. Elə bir insan olmadı. Ona görə elə orada da həmən cürə özümü pis hiss elədim, yoxsul hiss elədim. Çünki həqiqətən də böyük insan itirmişik. Amma o vaxtı əlini çiynimə qoyan insan var idisə, bu dəfə yox idi. Nəfəsi də ilahi bir nəfəsə çevrilən Hacı Şahin artıq Allahın bargahındadır. Allah yanında ruzi yer. İndə Rəbbihim yurzaqun dəstəsindədir. Biz onun həsədindəyik, biz onun qibdəsindəyik. Biz həsəd aparırıq, ilahi nə olayım, mənə də qismət olsun. Mən rus və ingilis bölməsində təhsilimi almışam və hal-hazırda xaricdə təhsilimi davam edirəm və bunlar mənim ibadətimə heç əngəl olmayıb. Çünki mən hamısını Həcc Şahindən öyrənmişəm və belə də davam edəcək. Həccin çoxlu fikirləri məni bir şəxs olaraq formalaşdırıb, amma onun bir fikri var idi ki, mənim ağlımda həmişəlik qalacaq. Sən Allahın qabağında əyir ki, Allah səni insanların qabağında yüksəltsin. Və bu fikir mənim həyatımın son günlərinə kimi mənlə qalacaq. Çox istərdim Allah Taala bizim cavanlarımızın arasında istedadlı uşaqların içərisindən belələri gəlsin, Hacının mənəviyyat varisi olsunlar. Biz onsuz da qocalmışıq, gedirik bu dünyadan, amma mənəvi varis olmaq çox gözəldir. Füzuliyə varis olsunlar, Nəsimiyə varis olsunlar. Boş sözlə yox, doğrudan da əks eləməklə, götürməklə, mənaları anlamaqla, ülvi mənaları dərk eləməklə, Qur'an öyrənməklə, özü Qur'anı əli metrəsi ilə ölçüb, əli anlamı ilə anlamaqla başa düşsünlər. Bu başa düşmələr bizi dünyanın ən cəsur insanlarına çevirir və biz heç nəyin müqabilində haqqı qoyub və haqqı danışmırıq. Onun varlığını yada salanda insanın bütün problemləri yaddan çıxır. Amma artıq o dünyasını dəyişəndən sonra səni o aramlaşdıracaq bir hiss yox idi. Elə bir insan yoxdur ki, yada salsan, bu var, problemlərin yaddan çıxsın. Ümumiyyətcə, Hacı dünyasını dəyişəndən sonra uzun müddət mən çox özümlə mübarizə apardım. Belə hallar olanda da, ürəyim sıxılanda, problemlər falan, gedirəm məzarını ziyarət edirəm, elə oradan da aramlıq tapıram. Həcc Şahin mənim ömrümün axırına kimi yolu göstərən bir şəxsiyyət kimi olacaq. Onun möcüzələrinə qulaq asa bu yolu gedəcəm. Hacı Şahin həyatını dəyişdi. O qəlblərə köçdü və mən inanmıram ki, Hacı Şahin heç vaxt unudulmayacaq. Əksinə, Hacı Şahin dünən fiziki yaşayırdı, bugün artıq ürəklərdə ümumiyyətlə onu çıxarmaq mümkün deyil. O ürəklərə köç elədi və istər bu və gələcək nəsil onu həmişə bir ümid işığı kimi, bir mənəvi dəyərlərin daşıyıcısı kimi hər zaman ona istinad olunacaq, hər zaman ona qulaq asılacaq. Ruhu şaddır, məkanı hər zaman cənnət olsun. Darıxmaq deməyim, amma o kaşlar olur. Necə olur? Çünki yenə də deyirəm, uşaq idim Həcci rəhmətə gedəndən qabaq. Elə də dərk eləmirdim, başa düşmürdüm. İndi ki 17 yaşım var, azı, çoxu dərk eləyirəm. Deyirəm ki, kaş Həcci olardı o məhərrəmlik məclislərində, Ramazan məclislərində hər gün iştirak edib onun dediklərinə canlı qulaq asa bilərdim. Çünki uşaq olanda
gedirdi məscidə. Daha doğrusu aparırdılar ora. Öz istəyimizlə getmirdi. Amma indi deyirəm ki, kaş olsaydı elə öz istəyimlə gedərəm ora, iştirak eləyərəm o məclislərdə. Hər bir insan durub xutbə eləyə bilər, amma hər bir insana həci kimi qulaq asmayacaqlar. O da niyə görə həcdə alınıb? Çünki həci insanların hamısına yaşından fərqi olmayaraq, kimliyindən fərqi olmayaraq hamısına mehribançılıqla yanaşıb. Ona görə insanlar onun yanında olanda çəkinmirdilər həcdən, qorxmurdular həcdən. İndi bir söz deyərəm, həci üstümə qışqırar, deyər səhv eləyirsən. Yox, çünki həci onun yolunu bilirdi. Hansı insan tanıyan idi, insan şünaz idi. Hacı ağanın anası rəhmətə gedəndə gəlmişdi, görüşdüm onunla. Balamdı, mənə övlad məqamında idi. Mənə övlad məqamında idi hacı. Allah var eləsin, balasın yerində payidar eləsin inşallah Teala. Biz ki öz ölümü ilə də feyz verdi alama. Başa düşürsünüz, o mənaların məqamı. Biz məqamatı millətik. Bizim yegahımız, digamız, sigahımız, çargahımız, pəncgahımız, siyah ləşkərimiz var. Bu məqamatda seyri sulukda padişahın getdi satdı elə bil Məntiq-i Teyrin qəhrəmanlarına. Getdi Qafdağına və faniyə fillah oldu, təqdim elədi öz canın öz Leylasını. Mən bunu gördüm. Mən Məcnun gördüm. Ancaq aşiq belə öz canını bu cür fəda eləyər öz sevgilisini. Soruşardım, bizdən razı qaldın mı? Yəni, biz əlbəttə hamımız ondan məmnun. Bilmək istəyərdim ki, bizdən razı qaldı mı, bir də axtardığını tapa bildi mi? Onu soruşaram ki, mənə bir tövsiyə versin ki, ondan sonra bu həyatı necə yaşayayım? Çox darıxdığımı deyərdim. Qucaqlayardım. Təşəkkür edərdim həciyə və deyərdim ki, kəş ki biraz da bizdən qalardın, biraz da bizi xidayət eləyərdin, bizə kömək eləyərdin. O olardı. Elə darıxmışam ki, onu güclü qucaqlayıb bağrıma basardım və xahiş eləyərdim ki, mənə çoxlu dua eləsin. Deyərdim ki, Hacı, sənin öz şəkli və saldığın dünyaya mən müəllim olmuşam. Məndə 6 qiyməti yoxdur, mən 5 yazdım. Jurnala 5 yazdım mən. Sənin dünyan gözəldir. Və bu gözəllik qoy bütün bu anlama sahib olmaq istəyənlərə qismət olsun. Sən dünyanı özünlə gözəlləşdirdin. Halal olsun anımın südü sənə. İnşallah ki Allah yanındasan və tezliklə də görüşərik Allah qoysun. Mən səni yuxuda görürəm hər gün. Ən şirin arzular, diləklər kimi hərdən qanad açıb pərvaz edirsən. Başımın üstündən mələklər kimi. Mən səni yuxuda görürəm hər gün. Ən şirin arzular, diləklər kimi hərdən qanad açıb pərvaz edirsən. Başımın üstündən mələklər kimi. Gəl yuxuma, gəl mələklər
Heç kim Allahı kitablardan tanımayıb. Kitablar Allahı tanıtmaq gücündə deyil. Biri də ki, insanın özünü hesaba çəkməsidir. Cəmaət başqalarının eybini araşdıranda bu ki, öz eybləri ilə məşğul idi. Onda ki, rahat hesab çəkəcək, cəmaət deyəcək, biz nə ağılsız idik. Bu qədər vaxt ki, qoyurduq onun bunun söhbətini eləməyə, günah işlər görməyə, bu insan özü ilə məşğul idi. Adam özünü niyə hesaba çəkməlidir? Heç də sabah hesab var qiyamətdə. 124 min Peyğəmbər gəldi bizə dedi. Dedi ki, hesab var, sabah səni hesaba çəkəcəklər. Sonra o suala çəkəcəklər. İnsan bu məsələlər üzərində düşünə, Allaha etimad eləyə, Allaha söykənə, öz-özünə fikirləşə ki, mümkündürmü ki, Allah mənim əleyhimə iş görsün? Mümkündürmü Allah mənim əleyhimə iş görsün? Əgər elə deyilsə, onda ondan razıyam, hər bir halımda razıyam. Gərək Allaha söykənəsən, ondan başqa heç nəyə söykənməyəsən, nə cavanlığınıza söykənin, nə sağlamlığınıza söykənin, nə mülkünüzə, nə gözəlliyinizə söykənin, nə kresloya söykənin, nə dosta, nə tanışa söykənin. Bu söykənmək insanı istiraba salır. Əleyhisselam buyurur ki, dünya elə bir yerdir ki, bir içim suyunda, bir içim suyu da, bir udum yeməyi də rahat boğazdan keçmir. Buna Əleyhisselam. Birini yesən biri qalacaq. Bu məcazi mənadadır. Rahat nuşucanlıqla keçmir. Qorxaq adamlar, cılız adamlar bu sözləri eşidən kimi narahat olur. Qorxur, stresə düşür, depressiyaya düşür. Amma şücaətli, ağıllı insanlar qəbul edir ki, bu dünyada əziyyət qaçılmazdır və salam. Dünyada əziyyət var deyirsən, buradan da rahatlıqdan danışırsan. Necə başa düşək? Mənə deyə bilərsiniz. Cavab budur ki, əvvəla hünər bundadır ki, problemli yerdə aram yaşayasan. Peyğəmbər gəlib ki, desin, əbədiyyət var, sevin. Ölüm söhbətini şeytan çıxardı ümumiyyətlə. Ölüm söhbəti hardan çıxıb bilmirəm. Quranda ölümdən danışan kimi deyir, ölüm yan gedirsiniz Rəbbinizin yanına. Siz aparılırsınız qeybi və aşkarı bilən Allahın yanına. Quranda belə deyir, kullu nəfsin zaiqatul maut. Zaiqatul dadmaq, həzm eləmək. Deyir, hər bir şəxs ölümü dadacaq, həzm eləyəcək. Öləcək demir, yəni ölümü öldürəcək. Ölmək bir sünədir, ölümü öldürməkdir. Yəni ölümlə artıq heç zaman ölməyəcəm. Ölüm, hər bir adamın ölümü nə deməkdir? Ölümü öldürməsi deməkdir. Yəni əbədiyyətə qədəm qoyması deməkdir. Ölümdən qorxub qaçma. Ölümün nəyi pisdir? Ancaq görüntüsü pis gəlir insana. Amma onun arxasında nə var? Hara gedirsən ölümlə? Onu soruşmur adamlar özlərini. Bilsələr hara gedirlər, görərlər ki, görüntüsü pisdir, arxası çox gözəldir. Görüntüsü pisdir. Ahirətə gedirik. Ahirət necə bir yerdir? Həmişə varsan orada. Bir dənə şuarın olsun həyatda. Denən ki, bu da keçər, bu da keçər. Şad günündə də de, qəmli günündə də de. Denən bu da keçər. Şad günündə çox dəli olub özündən çıxma, keçəcək. Qəmli günündə də yenə də dəli olub özündən çıxma, o da keçəcək. Elə bir aləmdir ki, zatən belədir və sən buna dözməlisən. Dözüb böyüməlisən, səbirli olmalısan. Səbirlə buna davam gətirə bilərsən. Dünyanı doğrudan da sevgi, məhəbbət xilas eləyəcək şair sözü deyil. Şuar deyil, şuar deyil. Allah qismət eləsin dünyanın o günü görək ki, necə sevgi dünyanı xilas edir. Dünyanın alternativi yoxdur başqa. Dünyanı bəli, sevgi xilas edəcək. Sevgili insanlar, sevilən insanlar, sevməyi bacaran insanlar, sevgi ilə yaşamaqdan zövq alan insanlar, özümüzdən başlayaq. Sevgi süzülsün, sevgi paylayaq insanlara, vücudumuzda sevgi hiss olunsun. Və belə görüşəcək inşallah cənnətin qapısında. Bir mən
şeş Mənim sürəti gör bəyan ilə Çünki bəyana sığmaz Çərxə çıxar Məndən süva iki cahan Mən bu cahana sığmaz